Bibiheybətdə 7 hektar ərazidə inşa olunan Bakı İstedadlar Təhsil Kompleksinin bağça və məktəbəqədər tədris bölməsində 3-5 yaşlı uşaqlara təlim veriləcək. Kompleksdə fənn kabinetləri, üzgüçülük hovuzu, idman zalı, kitabxana, interaktiv lövhə, yeməkxana və mətbəx yaradılıb. Kompleksə rəhbərliyi isə Böyük Britaniyanın Qəbitöz Təhsil Məsləhətçi şirkətinin nümayəndələri həyata keçirəcək. Dövlət Neft şirkətinin prezidenti Rövnəq Abdullayev bildirdi ki, Bakı İstedadlar Təhsil Kompleksinin yaradılması dövlət başçısı İlham Əliyevin tapşırığı əsasında həyata keçirilib. Gələn il ölkədə ən istedadlı uşaqların seçilməsi üçün müsabiqə keçiriləcək. Kompleksdə orta və ali təhsil müəssisələri də fəaliyyət göstərəcək. Burada əsasən dəqiq elmlərə yiyələnmiş və ödənişsiz təhsil əsasında mühəndis kadrları hazırlanacaq. 1200 şagird üçün nəzərdə tutulan kompleksdə son informasiya texnologiyalarından istifadə edilməklə effektiv tədrisin aparılması nəzərdə tutulur. Əli Rzayev, Şövqi Əzizov, Dilarə Səlim xəbərlər.